Salam əziz izləyicilər, xoş gördük sizləri. Bugün də Həbəşin sərgüzəştləri mövzusunun 7-ci buraxılışına xoş gəlmisiniz. Bugünkü mövzumuzda Həbəşin işlədiyi idarədə sadəcə bir çanta daşıyandan ibarət olduğunu öyrənmişik. Özü də bu çantasını daşıdığı şəxs nə rəis, nə müavin, nə də ki, hər hansı bir mühəndis deyil. Adi bir mexanikdir, bəli səhv eşitmədiniz, adi bir mexanik. Həmin işçinin texniki bacarıqları Əhədov Zakir Tahiroğlunun xoşuna gəlmiş və onu ram etməyin yollarını axtarmağa başlamışdır. Bu işçinin iş bacarıqlarından təsirlənmiş Həbəş tez bir zamanda işçinin ürəyinə yol tapır və bu işçinin arvadını və oğlunu işə götürür və onları yola verməyin qarşılığında. Xahiş edirəm bu hissəyə diqqətlə qulaq asın. Axı bu işçinin arvadı və oğlu çoxdandır həmin idarədə işləyir. Sən Həbəş onları necə işə götürdün, axı bu nə təxribatdır? Camaat arasında aparırsan, bu nə özbaşınalıqdır, bu səlahiyyəti sənə kim verib? Bəlkə sevimli xidmət rəisin. Onun da vaxtı gələndə tədbiri görüləcək ay Əhədov. O xidmət rəisi haqqında az şey danışmamısan. Əgər sənin o xidmət rəisi haqqında danışdıqların öz əksini tapsa, o xidmət rəisi birbaşa həbsə getməlidir. Biz bunu araşdırırıq, narahat olma. Nəysə, bu mövzuya qayıdacağıq, keçək əsas məsələyə. Həmin o mexanik sözü gedən şəxs stansiya qəsəbəsində yaşayan vağzalda işləyən və əlavə olaraq Zakirin yeni bala Həbəşin sukası işləyən Əskərov Tahir Namiq oğludur. Bura kimi yaxşı gəlmişdin, ay Əskərov Tahir. Daha suka nə idi? Biabırçılıq. Həmin bu arvadı, qızı qəhibə Əhədov Zakir Tahir oğlu. Bilirsən, sənin haqqında nələr danışır bilmirsən. Deyim, qulaq as. Bu söhbətləri özü də rabitə dispetçeri adlanan yerdə danışıb. Deməli Həbəş deyir ki, Əskərov Tahir Namiq oğlu mənim yanımda boğazdı, niyə görə? Əskərova Gülsüm. Tahirin həyat yoldaşı heç bir işlə məşğul olmur. Çünki həmin adı gedən iş. Əslində yoxdur demək olar, çoxdan yoxdur. Amma Əhədov Zakir Tahir oğlu deyir ki, mən onun arvadını yola verirəm, buna görə Tahir mənə borcludur. Üstə gəl Əskərov Tahirin oğlu olan Əskərov Namiqi məndən başqa kim yola verə bilər axı? Hələ Tahir mənim ayaqlarımdan öpməlidir. Çünki onun oğlu əsil narkomandır. Bir dövlət idarəsində narkomanı kim yola verə bilər axı? Ancaq mənim kimi bir rəhbər. Ona görə Tahir öz işlərindən əlavə mənim də işlərimi görməlidir. Yoxsa onun ailə sexini dağıdaram, ona görə Tahir mənə atqaz edə bilməz. Üstəlik Əhədov Zakir Tahir oğlu deyir ki, Əskərov Tahirin bəzi işdən kənar fəaliyyətlərindən xəbərim var, mən onları kiməsə desəm Tahirin evi yıxıldı. Ona görə Tahir mənim yanımda boğazdı. Ay səni qəhibə oğlu Zakirsən, Həbəş oğlu yox. Əsil peysər oğlusan, sənin arvadını, qızını sikim, deməli sən cəmaatı şantajla işlədirsən hə. Ay səni qandon Həbəş. Dəmir yolu rəhbərliyi hara baxırsınız? Belələrinin yeri həbsdir, amma siz belə bir şərəfsizi dövlət idarəsində vəzifəyə təyin etmisiniz, niyə görə? Tezliklə hamı biləcək bu şərəfsizi vəzifə təyin edən Əhədov Zakir Tahir oğlunun əlbəəl rüşvət verdiyi həmin o xidmət rəisi kimdir? Tezliklə. Mövzudan kənarlaşmaq istəmirəm. Bu Zakir Həbəşin bildiyimə görə bir gün iclasda Emersi adlanan yerdə mexanik işləyən, şəhid bacısı olan Bağırova Həcər Davud qızı haqqında təhqiramiz ifadələr işlədib, söhbət necə başlayıb? Həmin bu şantajla işlətdiyi Əskərov Tahir Namiq oğlunu iclasda ayağa qaldırıb və ona Bağırova Həcər necə adamdı deyərək sual verib. Tahir isə Zakirin yanında boğaz olduğuna görə Həbəşin əsəbi və təkidli baxışlarına dözməyib məcbur olub Həcəri təhqir edib və cəmaat Həcərdən iyrənir, o kimdən iyrənir kimi ifadələr işlədib. Əhədov Zakir Tahir oğlu bu sözləri təsdiqləyib və Həcər həqiqətən də murdar, iyrənc və şərəfsiz qadındı deyərək Əskərov Tahir Namiq oğlunun sözlərinə qüvvət verib və hətta bu sözləri gedib dispetçerdə danışarkən dəfələrlə Tahirin şərəf və ləyaqətinə toxunub, sonra da deyib ki, Əskərov Tahir nə kişidir? Kişi olsa qızının adı orada burada hallanmaz ki, deyərək söhbəti bağlayıb. Əziz izləyicilər, onu da qeyd edim ki, keçən dəfə dediyim həmin o Əhədov Zakir Tahir oğlu və Bünyatova Səbinənin intim videosu artıq seks saytlarındadır.